Bizim Allah'a doğru getdiyimiz yolda ən əsas problemimiz, ən ciddi maniyəmiz keçmişdə elədiyimiz günahlardır. Biz keçmişimizin əsiriyik. Keçmişdən azad olmaq asan məsələ deyil. Keçmişdə elədiyimiz əməllər bizi bugün əsir eləyir, əl-ayağımıza dolaşır və bizim inkişafımıza mane olur. Heç bir insan keçmişindən müstəqil deyil. Keçmiş bugünə və gələcəyə təsir göstərir və insanın müqəddəratını dəyişir. Belə deyil ki, adam günah elədi, keçdi, getdi. Günah elədisə, günahdan əvvəlki vəziyyəti ilə sonraki vəziyyəti fərqlidir. Ruhunda təsir eləyir, öz təsirini buraxır. Bu mütləq şəkildə belədir. Bütün hadisələr bir-biri ilə əlaqəlidir. Biz nizam-intizamın hakim olduğu bir aləmdə yaşayırıq. Hadisələrin hamısının bir-biri ilə əlaqəsi var. Bunlar bir-birindən qopuq vəziyyətdə deyil, bitişik vəziyyətdədir. Bir-birinə təsir göstərir. Ona görə də günah təsirsiz ötüşmür. Günah bugün bizim yolumuzun manəsidir, keçmiş günahlarımız. Kumeyl duasında əleyhissalam belə bağışlanmaq istəyir, istiğfarı belə eləyir. Allahümmə əğfir liyə-z-zunubəlləti tuğayyirun ni'am. İlahi, o günahlarımı bağışla ki, neymətləri alır əlimdən. Allahümmə əğfir liyə-z-zunubəlləti təhbisud-dua. O günahlarımı bağışla ki, dualarımın qalxmağına, qəbuluna mane olur. İmkan vermir ki, istəklərim həyata keçsin. Allahümmə əğfir liyə-z-zunubəlləti təqtə'ur-rəca. Ümidləri kəsən günahlarımı bağışla. Allahümmə əğfir liyə-z-zunubəlləti tunzilul-bəla. Bəla göndərən, bəla nazil edən günahlarımı bağışla. Yəni, bütün bunlar günahların təsirləridir. Günahlar həmişə bizim müqəddəratımıza təsir göstərir. Düzdür, bəzi bəlalar var bizim inkişafımız üçündür. Amma bir çox bəlalar keçmişdə elədiyimizin nəticəsidir. Nəticədir. O nəticə qaçılmaz olur çox vaxt. Bir nəfər xanımı xəstə idi, həyat yoldaşı. Həkimə aparırdılar, müalicə olunmurdu, qızdırması düşmür, bilinmir nədir mənşəyi, nədir, niyə görə xəstədir. Hərdən olur, həkim deyir ki, baş açmaq olmur, nədir, tapa bilmirlər. Deyir, elə xanım qızdırma içində yanır, həkimdən qayıdırlar, əlac eləyə bilmirlər, maşına otururlar, Şeyx Rəcəbəli Xəyyat da maşındadır, təsadüfən. Tanıyırlar, arif adamdır, övliyalardandır. Deyirlər, ağa, dua elə filan. O da deyir ki, bunun balaca bir qızı var, 3-4 yaşında evdə, onu incidib, onu vurub, uşağın ürəyi sınıb, onun ürəyini ələ almasa bu düzələn şey deyil. Deyir, axı, uşaq indi yaddan çıxardıb, oynayır falan, deyir, sən elə bilirsən yaddan çıxardıb, onun ürəyində iz buraxıb, izini qoyub və o izi ürəyindən çıxartmaq lazımdır. Bir başqa adam da elə həmin o arifin yanına gəlir, deyir, işlərim düyünə düşüb, problemlərim həll olunmur. Deyir ki, sənin irsi üzü böləndə, ailənin irsini böləndə, mirası, sənin bacıva az pay vermirsən. Deyir, axı, o məndən razı deyir, ürəyindən narazı idi, ged onu razı sal. Deyir, gedir, bir miqdar ona pul verir, deyir, kaş mənə deyərdin, mən bilmirdim, sən narahatsan, gərək bildirərdin. Yenə işləri düzəlmir, yenə gəlir həmin arifin yanına, deyir, razı qalmayıb hələ. Deyir, axı, razı qaldı, ürəyində narazılığı var. O ürəyindəki narazılıq sənin işində düyün yaradıb. Deyir, yenidən gedir, onu razı salır, sonra işləri qaydasına düşür. Təbii ki, bu adam falçı deyil, ki, gəlsin, pulla fala baxsın. Bu adamlar pulla, mənfəət üçün nəsə kiməsə deməyiblər. Bu kəramət əhlidir. İşi gücü də cəmaatın gələcəyini demək deyil. İşi gücü insanların hidayətidir. Bəzi məqamlarda qeybdən xəbərlər verirlər.
Allahın izni ilə bəzi məqamlarda, yəni bu falçılıq deyil. Bir adam mənə dinləyə deyə gedək falçı görək nədir. Falçılıq başqa şeydir, haram bir işdir, günah bir şeydir. Bu tamamilə fərqli bir məsələdir. Bir haram tikədiyi 40 gün ibadətin qəbuluna mane olur. Bunlar təsirlərdir. Niyə 40 gün mən bilmirəm. Hər bir əməlin müəyyən bir təsiri var insanın bu gününə və gələcəyinə. Bu aləmdə dəqiq bir hesab kitabı var. Biz vahid bir nizam-intizamın içində yaşayırıq. Burada hər şey bir-birinə həmahəngdir. Hər şey vahid bir nizam çərçivəsindədir. Və biz yeganə varlığıq insan ki, o nizamı pozuruq. Elə ki, biz bu vahid nizamı pozuruq, bütün varlıqlar səfərbər olur, bizə qarşı qiyam eləyir. Zərrələr hamısı bizlə düşmənçiliyə başlayır. Yediyimiz yemək mədəmizdə xəstəlik yaradır. Hər bir şey. Çünki bu varlıq aləminin Quran buyurur şuuru var. Siz bilmirsiniz. Bu şuurlu bir aləmdir. Siz bir şuurlu aləmdə yaşayırsınız. Sadəcə şuuru bile sizdən aşağıdır. Yusabbihu lillah ma fis semavati ve ma fil ard. Hər şey Allaha təsbih deyir. Yəni hər şeyin şuuru var. Və bu şuurlu aləm ona qarşı çıxırsan, o nizamı sən pozursan, insan o sənə qarşı səfərbər olur, birləşir və səndən intiqam alır. Günahın təsiri deyəndə bu nəzərdə tutulur. Günahın təsiri, yəni bu nizamın səndən aldığı intiqam. Bu intizamı ki sən pozursan, bu intizam sənə qarşı səfərbər olur. Bu qaydalarıdır yaşayışın. Amma biz cəmaata deməyək, birinin başına iş gələndə deyək günahlarına görədir. Bizim işimiz olmasın cəmaatla. Cəmaatı ittihamı, keçmişdə belə eləmişdi, başına bu iş gəldi. Bizim ixtiyarımız yoxdur kimsə ittiham eləyək, özümüzlə məşğul olaq. Çünki bəzən birinin başına bəla gələ bilər, məqam üçün, dərəcə üçün bir hədiyyə olaraq gələ bilər, məsumların da başına bəlalar gəlib. Heç də hər bəla günahdan qaynaqlanmır. Amma özümüzə aid olanda daha çox günahlarımızla əlaqələndirək. Hardan bilək ki, bəla günaha görədir, yoxsa Allahın bir hədiyyəsidir, onun bir əlaməti var. Deyirlər, bəla acıdırsa, əsəbləri körradısa, o bil ki, sənin keçmişdəki əməllərin cəzasıdır. Amma bəla vaxtı aramsansa, rahatsansa, onda bil ki, bu sənin üçün bir mükafatdır. Necə ki, İmam Hüseyin əleyhissalama bəla nazil olduqca aramlığı daha da artırdı. Deyirlər, üzünün nuraniyyəti daha da çoxalırdı. Məlumdur ki, İmam Hüseyin günah eləməyib, nəuzubillah ki, ona bəla gəlsin. Və biz də həyatımızda təcrübə eləyə bilərik. Sıxıntılar bizi aramlıqdan çıxartmırsa, çox güman ki, hədiyyədir bizim üçün. Sıxıntılar bizim qanımızı qaraldır, acıya çevrilirsə həyatımız, onda bilək ki, bu bizim keçmişdəki elədiyimiz əməllərin cəzasıdır. Biz günahlarımızın əsiriyik, sözün xülasəsi. Biz günahlarımızın əsiriyik. Biz sərbəst hərəkət eləyə bilmirik. Ne üçün bəzi işlər bizə qismət olmur, yaxşı işlər? Çünki günahlar əsir eləyib bizi. Hər yaxşı iş hər adama nəsib olmur. Hər xeyrxax iş hər adama nəsib olmur. Keçmişdə elədiyim bir günah ayağı bağlayır və xeyr işə tərəf getməyə və mane olur. Yəni biz elə də sərbəst deyilik ki, nə istəyək onu eləyək, belə deyilik valla. Bizim bugünkü günümüz keçmişimizdən çox asılıdır. Mən keçmişdə bu misal demişəm. Necə məsələn, böyük bir yolda, avtobanda maşın hərəkət eləyir, onun dönüb qayıtması hər istədiyi yerdə mümkün deyil. Bir yeri keçirtdinsə, gərək bir xeyli gedib sonradan qayıda biləsən. Elə istədiyin yerdə istənilən yerə dönə bilməzsən. Həyat yolu da belədir. Biz bəzən elə hər istəyən vaxt dönüb qayıda bilmirik. Çünki keçmişimiz bizə təsir göstərir, bizim dönüş yollarımızı bağlayır, qərarlarımıza təsir göstərir. Bu çox kompleks bir nizam-intizamdır, bir sistemdir. Bu sistemin içində yer almışıq biz. Biz müstəqil deyilik. Biz yük var çiynimizdə, keçmişin yükü. Bunu unutmayaq. Bəzən olur, adamın pul borcu olur, biri zəng eləyir, narahat eləyir. Məsələn, ölkədən çıxışına qadağa qoyulur. İnsan hiss eləyir ki, çiynində yük var. Borcunu verir, sonra bütün bu qadağalar götürülür. Necə rahat dincəlir, rahat olur. Bizim günahımızın da yükü elədir, sadəcə biz hiss eləmirik. Elədir ki, ondan tam azad olsaq, rahat nəfəs ala bilərik. Kaş biz keçmişin yükünü öz çiynimizdə hiss eləyək. Çünki keçmişin əməllərin təsiri var bu günə. Keçmişimizdən azad olsaq, 2 rükət namaz bilirsiniz hara aparır bizi.
Bizim niyə bu qədər namazlarımız ruhsuzdur, nuraniyyəti azdır? Çünki keçmiş bizi təzyiq altında saxlayır. Keçmiş əl-ayağımızı bənd eləyib, bağlayıb, qoymur bizi bu əməllər göyə qaldırsın. O keçmişin bağlarını sındıra bilsək, 2 rükət namaz bəs eləyir ki, adam hiss eləyər ki, çox hərəkət elədi. Hər bir xeyirxah əməl təsir eləyər. Keçmişdən qurtarmaq çox mühüm məsələdir. Keçmiş boynumuzdan yük kimi açılıb belimizi qırmaqdadır. Keçmişin yükünün altındayıq. Kərbəlada İmam Hüseyin topladı, sahabələr dedi, borcu olan var, dedi var. Dedi, onda sən ayrıl get, borcu olan burada qala bilməz. Borclu Kərbəla şəhid olmaq olmaz. Dedi ki, mən icazə verin, bir təhər yol tapım göndərim. Bir qulam tapdı, pul verdi, dedi filan ünvana apar, filan şəhərə göndərdi. İmam dedi ondan sonra ki, qal, icazə verirəm sənə. Günah zarafat məsələ deyil. Günah ciddi mövzudur, ciddi məsələdir. Zarafat yanaşmayaq, elədim keçdi. Elədim keçdi deyil. Bəzi günahlar var, hətta tövbə eləsən də cəzasını almalısan. Xüsusilə adamların ürəyini sındırmaq. Elə bilmə birinə acı söz dedin, keçdi, getdi. Sonra tövbə eləyərəm, belə deyil. Tövbə eləyəcəksən, sən bağışlanacaqsansa da o ah çəkib axı. O narahat olub axı, o ah səni tutacaq hardasa. Deyirlər ki, insanların qəlbi ilə bağlı günahlar mütləq cəzası dəyir sənə, mütləq. Adamlarla biraz ehtiyatlı danışaq, qəlblə oynamayaq, insanların ürəyini sındırmayaq. Bunlar hamısı bizim müqəddəratımıza təsir göstərir. Tövbə eləsək belə, Allah deyəndə ki, nizam belədir ki, ah səni gəlir, haradasa sənə zərbə vuracaq. Bir övlad ata-anasına zülm eləyibsə, məsələn, 20 il ömrü azalır. Yaxşı, tövbə elədi, bağışlandı, 20 il tez cənnətə gedəcək. Amma 20 il azalmağını azaldı. Valideynə zülmün nəticəsi budur. Hətta sən yaxşı adam olsan, tövbə də eləsən, bağışlanmaq ümidin var. Amma bağışlanmaq o demək deyil, günahın bütün təsirlərindən sən azad oldun. Mütləq təsiri qalacaq. Allah bizi keçmişimizin günah yükündən azad eləsin və gələcəkdə günah eləməkdən qorusun. Bu Məhərrəm ayının əzabı çəkirsə, bu Allahın ona lütfüdür, nimətidir. Adam var vecinə deyil, eləyir, üstündən keçir. Amma Allahın istədiyi bəndələr günahları haqqında düşünür. Bəzi günahlar var, zaman istəyir bağışlanmaq üçün. Biraz gərək mərhələ keçəsən. Məsələn, 3 nəfər fərari idi, döyüşə getməmişdi, Təbuk döyüşündə. Peyğəmbər qayıtdı, gəldi. Bunlar gəldilər Peyğəmbərlə danışmağa, gördülər Peyğəmbər bunları danışdırmır. Rəhmət Peyğəmbəri bunlardan üz çevirib. İşi belə görəndə hamı əlaqəsini kəsdi. Heç kəs danışdırmır bunları. Evlərinə gəlir, həyat yoldaşları danışdırmır. Gördülər ki, hamı üz çevirib. Dedilər də bu şəhərdə bizim yerimiz yoxdur. Gedək dağda, çöllükdə tövbə eləyək. Getdilər, tövbə elədilər, nə qədər bağışlanmır. Axırda bir içlərində zirəng idi. Deyir ki, axı biz bir-birimizin yanındayıq. Hamı bizdən üz çeviribsə, gəlin özümüz də özümüzdən üz çevirək, tənhalıqda gedək, istiğfar eləyək. Gedirlər, tövbə eləyirlər, Peyğəmbərə ayə nazil olur ki, Allah onları bağışladı. Yəni, tövbə halı hasil oldu. Axı, fərarlik kiçik bir günah deyil. Döyüşdən qaçmaq kiçik bir günah deyil. Ayə nazil olur. Mən keçmişdə bunu danışmışam. Adam bilməsə təəccüblənər. Gəlir bir nəfər günahını danışır Peyğəmbərə. Mən o günahı dilimə gətirmək istəmirəm. Biraz ağır məsələdir. Gəlir danışır Peyğəmbərə. Peyğəmbər ona deyir ki, ay fasik, dur, get buradan, odun məni də yandırır. O qədər mərhəmətli Peyğəmbər düşünə bilərsiniz ki, niyə görə bunu elədi? Niyə görə onu qovdu? Sonra məlum olur ki, bu gedir, deyir, ilahi Peyğəmbər də məndən üz çevirib. Peyğəmbər də məndən üz döndərib. Mənim daha heç kəsim yoxdur. Mən li qeyruk. Səndən başqa kimin var? Deyir, tövbə eləyir və ayə nazil olur. Deyir, boynuna zəncir salır özü. Və Peyğəmbər gəlir, Həzrət Əliyə deyir, ged öz mübarək əllərindən o zənciri onun boynundan aç. Peyğəmbər niyə onu
yanından qovdu. Peyğəmbərin onu yanından qovması da rəhmət idi. Çünki onda hələ lazımı peşmanlıq halı yaranmamışdı ki, rəhməti cəlb eləyə bilsin. Peyğəmbər elədi ki, o hal ürəyi sınsın, o istiğfar halı tam şəkildə hasıl olsun. Mən bunları niyə danışdım? Xatırlayırsınız da bizim mövzumuz istiğfardır, tövbədir, bağışlanmaq istəməkdir. Bu tövbəni bu günlərdə bunu çatdırıram nəzərinizə. Tezləşdirən, qəbulunu tezləşdirən bir amil var, bir qızıl iksir var ki, ələ düşməyən bir şeydir. Ondan bir balaca qatdınsa tövbəyə, tövbənin qəbulu tezləşir. O da İmam Hüseynə göz yaşıdır. İmam Hüseynə qəmlənməkdir. Bu qızıl bir fürsətdir. Bu sıradan bir şey deyil. Adət-ənənə deyil sırf. Bu qızıl bir fürsətdir. Təsadüfi deyil ki, Həzrəti Adəm, o gün baxdım, əhl-i sünnət alimlərindən biri də bunu danışır. Bu hədisi hamı qəbul eləyir. Həzrəti Adəm ilk insandır. Söhbət burada bir fərddən getmir. Yəni, Adəm insan deməkdir. İnsanın ilk tövbəsi yer üzünə gəlir və Quran deyir ki, bunlar belə dua elədilər. Rabbena zələmna ənfusena. İlahi, özümüzə zülm etdik. Və in ləm təğfir lənə və tərhəmna. Əgər bizi bağışlayıb, bizə rəhm etməsən, lənəkunənnə minəl xasirin. Biz ziyankarlardan olarıq. Bunu dedi. Amma bu kifayət eləmədi. Hədis deyir ki, göydə adlar gördü. Nurdan yazılmışdı o adlar. O adlara baxdı, dedi, ilahi, bunlar kimlərdir? Allah onu tanış elədi. Dedi, o Peyğəmbər sonuncu Peyğəmbərdir. Əlidir, Fatimədir, Həsəndir, Hüseyndir. Hüseyndir deyəndə deyik, Adəm qəhərləndi. Hüseynin adı gələn kimi. Adəm qəhərləndi, boğazı düyünləndi. Dedi ki, ilahi, bu kimdir ki, bunun adı gələn kimi halım dəyişdi. İndi mən danışa-danışa da hiss edirəm ki, adı gələn kimi adamın halı dəyişir. Bax elə mənim bu danışığımda qulaq asanlara bir dəlildir bu hədisin doğruluğuna. Dedi ki, bu kimdir? Dedi, bu sənin övladlarındandır, Hüseyn ibn Əli. Bu Əlinin oğlu, Peyğəmbərin nəvəsi Hüseyndir. Bunu susuz öldürərlər, bunun başını kəsərlər, bunun başını nizələrə vurarlar, bunu şəhər-şəhər gəzdirərlər, bacılarını əsir eləyərlər. Allah bunu danışır, deyir, Həzrəti Adəm ağladı, ucadan ağladı. Yaradılışın əvvəlidir. Deməli, mövzu çox mühümdür. Elə-belə bir dastan deyil, düzəltsinlər ki, göydən nurlar gördü filan. Nəsə xəbər verir. Deməli, bu qapıya gəlməlisən istiğfar üçün. Hələ hadisə baş verməmişdən əvvəl. Deyir, ağladı, ondan sonra bağışlandı. Ona göz yaşı tökməklə bağışlandı. Allah danışdı, Adəm ağladı. İlk Noha oxuyanı Allah İmam Hüseynin. Və ilk yaranmış olan insana oxuyur. Ona görə də bu fürsəti qənimət bilək. Bu göz yaşı, bu qəm, keçmişdə olan bəzi günahlar var ki, ruhun dərinində iz buraxıb, tövbə suyu ilə yumaq olmur. Bu gəlir onu pak eləyə bilir. Bunun gücü var. Bunda belə bir güc var. O bilirsiniz, məsələn, lap kobud misallar deyim ki, aydın olsun da, bəzən məsələn evi təmizləyirsən, o bəzi yerləri var ki, o gözdən kənar, onu xüsusi gərək, məsələn, incə bir şeylə əl keçmir ora, məsələn deyək, o xüsusi yerlərdir ki, oranı xüsusi şəkildə yerə diqqət eləyəsən ki, təmizlənsin. Günah da, bəzi günahların təsiri qəlbin o incə, keçilməz yerlərindədir. O keçilməz yerlərə nüfuz eləmək üçün bu göz yaşı daxil olur, onu da paklayır. Bunun qəribə bir təsir gücü var. Təsir gücü çox böyükdür. Ona görə deyir, mən zara qəbril Hüseyn, arifən bi haqqı, kim Hüseynin qəbrini ziyarət eləyə, haqqını tanımaq şərti ilə, qəfərəllah ləhu, mə təqəddəmə min zəmbihi və mə təəxxər. Keçmiş və gələcək günahlarını bağışlayar Allah. Keçən dəfə bunu dedi. Gələcək o mənada yox ki, get nə istəyirsən elə. O mənada ki, bu ziyarətin təsirindən yavaş-yavaş günahdan uzaqlaşar. Günah eləsə də tez keçilər onun üçün, əlindən tutar bu ziyarət.
Və hər bir əzadarlıq məclisi bir İmam Hüseyn ziyarəti qədərdir. İnşallah qiyamət günü olsun, biz biləcəyik ki, nə qədər düyünlər ona göz yaşı tökdüyümüzə görə açıldı. Nə qədər bəlalar bizi gözləyirdi, övladlarımızı gözləyirdi, yaxınlarımızı gözləyirdi. Bilmirik biz indi bunu. Bir məclis 100 dənə bəlanı uzaqlaşdırdı. Biz bilmirik bunları. Bu həqiqətən belədir. Qiyamətdə biz biləcəyik, İmam Hüseynə nə qədər borcluyuq, hələ şəxsi məişətimizdəyik, hələ mən qlobal anlamda demirəm. Hər tək-təkimiz İmam Hüseynin məhərrəminə, səfərinə nə qədər borcluyuq. O bəlli olacaq. Niyə görə? Bunu da deyim, sözümü yekunlaşdırım yavaş-yavaş. Niyə görə? Quranda bir ayə var. İnnəl həsənat yuzhibnəs seyyiat. İstəyirsənsə günahlardan azad olasan, təmizlənəsən, tövbə elədin yaxşı. Bilsən neynə? Deyir, bir yol tap, yaxşılıq elə. Adamlara yaxşılıq elə, səni dua eləsinlər, günahları tez yuyub aparır. Kəffarə olaraq. Tövbün qəbul olmağını istəyirsənsə, sədəqə ayır. Elə belə mənasız sədəqə yox. Yəni, birinin həyatından düyünü aç, birinə bir yaxşılıq elə, maşınınla götür bir yerə apar, xidmət elə bir insana. Günahdan sonra istəyirsənsə günahların tez bağışlansın, nəsə bir yaxşı iş gör. O qədər yaxşı iş gör ki, məsələn, həyatından giriftarsılığı çıxsın, dursun gecə də dua eləsin ki, ay Allah sənə kömək olsun, mən bu dərdin içindəydim, sən nə yaxşı ki, mənim qabağıma çıxdın. Ürək sevindir, qəlb sevindir. Qəlb sevindir, o da ürəkdən səni dua eləsə də, heç eləməsə də, o sevincin əvəzi səni gəlib, o günahları təmizləyəcək, yuyacaq, aparacaq. Ona görə deyirlər ki, tövbənin qəbul olmasının əlamətlərindən biri budur. Tövbədən sonra sənə dərhal yaxşı bir iş qisməti olursa, onda bil ki, tövbən qəbuldur. Tövbə elədin, məsələn, birinin dərhal biri gəldi, onun çətinliyini həll elədin. Ya hansısa bir xeyirxax iş, yaxşı iş qismət oldusa. Bəzi adamlar paxıldır, xəsislidir, necə yəni? 100 dənə oyun çıxart, gəl İmam Hüseynə göz yaşı tök bağışdan. Bu adam xəsisdir, paxıldır, başa düşmür, başa düşmək istəmir Allahın rəhmətini. Bəli, İmam Hüseynin göz yaşı, İmam Hüseynə axıdılan göz yaşı, bəli, Allah öhdəsindən gələ bilir, bağışlatdıra bilir. Bəs İmam Hüseyn nə üçün getdi Kərbəlaya? İmam Hüseyn bunun üçün getdi ki, islah eləsin. İslah təkcə o mənada yox, bəziləri deyir, get nə istəyirsən elə gəl, keşişə dərdi ödəyə, İsa'ya denən, o mənada deyil bu. Bu bir fürsətdir həyatı dəyişmək üçün. Həyatı dəyişmək də nədən başlanır? Günahdan təmizlənməkdən başlanır. Günahdan azad olmaqdan başlanır. İnnəmə xərəctu li talabil islah fi ümməti cəddi. Cəddin Peyğəmbərin ümmətini islah etmək üçün bu işi başladım, bu hərəkatı başladım. Bir cümlə deyim, necə olur ki, bu gözyaşı bütün günahları bağışlatdırır. Necə olur? Onun mahiyyətini çox demişəm də, söz gəlib yenə də deməliyəm. Deməliyəm, yəqin ki, hamıda məni dinləyən insanlar başa düşər. Ona görə, nəyə görə də, nəyə görə? Bütün təsirlərdən təmizləyir. Ona görə ki, insanın bütün günahlarının qaynağı məndir, mənfəətdir. Mənfəətpərəstlikdir, özünü sevməkdir. Bütün günahların qaynağı budur. İmam Hüseyn əzasının özünə məxsus xüsusiyyəti budur ki, həmin məqamda ki, sən onu ağlayırsan, mən yoxdur, məndən çıxmısan, o ilə bütövləşmisən. O məni qazmısan həmin anda. Bu İmam Hüseyn əzasının gücü buna çatır ki, ürəyindən məni çıxardır və bu böyük bir hadisədir. Bu möhtəşəm bir hadisədir. Bir daha deyirəm, bunu bacarmır adam özü. Bizə asan gəlir, oturmuşuq, ağlayırıq, qəmlənirik, ah çəkirik. Bu balaca bir hadisə deyil. Bu möhtəşəm bir hadisədir. Nə baş verib ki, sən yanırsan? Deməli, sən özündən çıxmısan, başqasına yana bilirsən. Başqasına yanmaq İmam Hüseynin əzası vasitəsilə mümkündür. Ona görə də o mən ki aradan gedir, bütün günahlar da o məndən qaynaqlanırdı, o mən, egodan, mənfəətdən, o ki ürəkdən çıxır, odur ki, deyir, onunla kökü qazılır günahların, kökü zəifləyir.
Və İmam Hüseyin əleyhissalam diridir, dünyasını dəyişməklə ölməyib. İmam Hüseyin sevinir biz onun qapısına gedəndə. Qiyamət günü bunu da görəcəksiniz. İmam Hüseyin sevinir. Çünki o hərəkata başladı və başı bədənindən ayrılanda sevindi ki, mənim vasitəmlə adamlar bağışlanacaq. Və qapısını hər dəfə biz döyəndə o sevinir. İmam Hüseyini sevindirmək, deyirəm, bir ehtiyacını şad eləyəndə, onun hacətini rəva eləyəndə sən bağışlanırsan, İmam Hüseyindən söhbət gedir. İmam Hüseyinin qəlbi sevinir. Bizim bu salamlarımız eşidilir. Bizim bu qəmlərimiz hesaba alınır, baxır, görür, bilir, eşidir. İmam Hüseyin günahkarları düşünürdü Aşura günü. Fikri zikri deyərdim ki, günahkarlardır, bəlkə də inanmazsınız. Çünki imamı tanımamışıq biz. Keçmişdə bunu demişəm, bəzən muğam oxuyurdular, bəzi şeirlər yazırlar ki, məsələn, oğul aparır, anasını, atasını atır quyunun içinə, həyat yoldaşının tələbi ilə, o sonra baxır, görsün, atası dünyasını dəyişib ya yox quyuda, ata baxır, deyir, ehtiyatlı ol, yıxılarsan. Bu, indi bizə qəribə gəlir, çünki bunun həqiqəti yoxdur da, düzəldiblər, yazıblar. Amma bunun həqiqəti Kərbəladadır. Kərbəlada gəlir Ömər Səd İmam Hüseynin başını kəsməyə, İmam Hüseyin baxır Ömər Sədə deyir ki, səndən pisi tapılmadı bu işi görməyə. Bu nə deməkdir? Yəni, yavaş ol, yıxılarsan. Bəlkə o məqamda onun əlindən tutmağa çalışır. İmam Hüseyin canı üçün deyir bu sözü. İmam Hüseyin də aqibəti bəllidir də, yaralar içində can verir. İmam Hüseyinə nə fərqi, başını kim kəsəcək? Ömər Sədə də o həddə kömək eləməyi düşünür. Deyir ki, qayıt ged, heç olmasa bu qədər rəzillik eləmirsən, heç olmasa bu baş bədəndən ayırmaq cinayətini sən eləmə. Gör, adam nə qədər böyük olar, kim olar ki, bu düşüncədə olsun. Yəni, biz imamı tanımamışıq, valla. Övladı kimi baxır, naxələf də olsa, lənətli də olsa, yenə atalığından əl çəkmir. Atalığından əl çəkmir. Bu möcüzədir, bu rəhmətin cuşa gəlməyidir. Allah dedi ki, bir dəfə göstərim ki, bəndələrimə nə qədər rəhimliyəm. Görmüsünüz, Şimri də danışdırır orada. Ağa, nə işin var bu alçağından sən danışasan, söhbət eləyəsən, yenə deyir, kimsən? Deyir, Şimri ibn Zilcoşan, deyir, Peyğəmbər mənə xəbər vermişdi. Yadına salır ki, bəlkə o məqamda yoldan qaytara, o yoldan qaydanda İmam Hüseyin ölməyəcək. İmam Hüseyin qətidir də, artıq heç başını kəsməsələr də, aqibəti bəllidir də. O qədər yarayla özü əvvəldən xəbər verib, Şimrə də nicat vermək istəyir. Ona görə o ruhani, mənəvi təfsir eləyirdi da, bunu mən də deyənməri ki, mənəvi təfsir eləyirdi, deyir ki, deyirlər ki, arxadan başını kəsdi, üzünü torpağa çevirdi ki, hidayətdən qaçırdı Şimr. Onun baxışında elə bir hərarət vardı ki, gözünə baxsaydı, deyir, onu da dəyişəcəkdi. Özü imtina elədi, özü qaçdı. İnsan başqasına yana bilirsə insandır. Kərbəla gətirir, bizi başqasına yandırır. İmam Hüseynin məzlumiyyətinə yanan dünyada olan zülümlərə biganə olmamalıdır, ola bilməz. Bu gözyaşı bütün zülümlərə etirazdır, bütün haqsız ölümlərə etirazdır. Bunsuz əxlaqdan dəm vuran adamlar yalancı və saxtakardılar. Mən dəyərləri belə sevirəm, mən zülmə qarşıyam. Bəs dünyada ən böyük zülm baş verib, necə yanından biganə ötüb keçirsən? Sənin danışdığın əxlaq saxtakarlıqdan, belə dində, gözə kül üfürməkdən başqa bir şey deyil. Bütün insani dəyərlər bu hadisəyə münasibətdə özünü göstərir. Ona görə də mən həmişə deyirəm ki, Azərbaycanda müharibə baş verərsə, torpaqların azad olunması üçün bir xalq ayağa qalxarsa, ordu müharibəyə başlayarsa, İmam Hüseyin eşqi ilə ürəyi döyünən insanlar bu cəbhənin ön sıralarındadır. Çünki mümkün deyil. Doğrudan İmam Hüseyin aşiqidirsə, o mümkün deyil bu zülümlərə tab gətirsin, dözsün. Bu zülümlərə etiraz eləməsin. Düşmənlə müharibədə canını fəda eləməsin. Bizim böyük bir sərmayəmiz var İmam Hüseyin adında. Biz bunu nəzərdən gərək qaçırmayaq. İmam Hüseyin məktəbi böyük bir sərmayədir. Bu məktəblə bütöv xalq
zülmdən və işğaldan azad ola bilər. Sözümü bitirirəm. Qiyamət günündə günahla getsə insan məhşərə, mələklər təəccüb eləyəcəklər. İnanın təəccüb eləyəcəklər. Deyəcəklər, sizə nə oldu? Sizin ki, Hüseyniniz var idi. Başqalarını başa düşdü. Bəs sizə nə oldu? Bu qədər çətin idi İmam Hüseynin qapısına getmək. Yaxşı, heç nə bacarmırdın, bu qapıya niyə getmirdin? Niyə hər bəhanədə bu qapını döymürdün? Bu qapıda ki, bir damcı gözündən yaş çıxanda ömürlük günahların bağışlanır, günahların təsiri ürəkdən çıxır. Bəs niyə oturmuşdun? Niyə getmirdin? Nə bəhanə gətirəcək adam? Nə üzür gətirə biləcək? O ki, fəryad elirdi, həl min nasirin yansuruni, bir nəfər yoxdumu mənə kömək eləsin? Allah haqqı mənası buydu ki, demək istəyir ki, bir nəfər yoxdumu mən ona kömək eləyim? Sadəcə belə ifadə elirdi. Deyə bilərsiniz, bunu hardan çıxartdın? Mən Qurandan dəlil gətirim. Mən zəlləzi yuqrizullah qərzən həsənən. Allaha borc verən varmı? Quran belədir. Allaha borc vermək olar. Allah belə müraciət edir. Yəni, başqasına verin ki, Allah əvəz versin. Deyir, gəlin mənə kömək eləyin. İntansurullah yansur. Allah deyir, Allaha kömək eləyə bilər bəndə. Bu müraciətin xüsusi formasıdır. İmam Hüseyin də deyir, həlmin nasirin yansuruni. Yəni, bir nəfər yoxdum onun əlindən tutum, ona kömək eləyim. Gəzir, hey bunu fəryad eləyir. Hamı ölüb, dünyasını dəyişib, şəhid olub, şəhid cənazələrinin ətrafında. Yenə düşmənə baxır, deyir, bəlkə içüzdə kimsə qalıb, gəlsin, qapı açıqdır. Həlmin nasirin yansuruni. Nə boyda geniş ürəyin sahibidir, nə boyda rəhmət qapısı açıb üzümüzə. İndi bundan istifadə eləmək, günahla gedək Allahın hüzuruna. Allah deyər, utanmadın, Hüseynin ola, bağışlanmamış, çirkli ruhla gəlmisən bura. Axı, bu misilsiz bir sərmayə idi. Bu, belə deyək də, istisna bir fürsət idi, şans idi. Sən bundan niyə görə istifadə eləmədin? Nə qədər günahkara mehribandır. Hür dedi, görəsən necə eləyim ki, ürəyini alım? Necə eləyim? Ürəyi rəhmə gəlsin. Götürdü, dəbilqəni çıxartdı başından. Dəbilqəsiz getdi. Dəbilqəni çıxartdı və qəribə hərəkətlər elədi ki, adamın ürəyini rəhmə gətirmək üçün bu fikirləşir ki, İmam Hüseynə mən necə eləyim, çarıqlarını boynundan astı. Başına bilməm qum tökdü, torpaq tökdü. Gəlir ki, ay Allah, mən nə deyim, necə eləyim? O vəziyyətdə gələndə uzaqdan görən kimi dedi ki, danışma, danışma. İstəmirəm heç üzr istəyəsən. İstəmirəm üzr istəyəsən. Uzaqdan dedi ki, irfə rəsək, başı qaldır və narahat olma. Və bağışlandı, dedi, tövbəm var, dedi, bəli, tövbən qəbuldur. Qoymadı uzun desin, ağam, mən qələt eləmişim. İmkan vermir, bu qapıya gələndə heç danışmağa imkan vermirlər. Deyəsən ki, mən beləyəm, eləyəm, o qədər rəhəmlidir. Və deyirlər ki, bir alimdən mən bunu eşitmişəm, deyir ki, görəsən, niyə yaxın sahabələrinə döyüş iznini tez vermirdi? Ləngidirdi, deyirdi, getmə, filan. Niyə hür deyən kimi dedi, get? Çox gözəl sözdür. Hərədən bir söz adam eşidir, bəhrələnir. Dedi ki, o bilirdi ki, Zeynəblə qarşılaşsa, uşaqları görsə pis olacaq hür. Çünki ilk dəfə onları mühasirəyə o almışdı. Deyirlər ki, o uşaqların təsəvvüründə qorxunc bir adam idi hür. İmam Hüseyin istəmədi ki, o görsün, gözü uşaqların gözünə sataşsın, narahat olsun. Ona görə orada da onu düşündü ki, tez getsin ki, birdən ona onsuz da xanım Zeynəb də güldən ağır söz deməyəcəkdi. Bunlar bir ailədilər, bir nurdular. Amma dedi, birdən bir görər, ürəyi narahat olar. Bu qədər onun dərdindədir və deyirlər, şad getdi hür, aram. Vəssalam, arxain elədi, göndərdi. Hür deyirdim, mən bəlkə də öz-özünə ki, mən gözləmirdim bu qədər asan olsun bağışlanmaq. Bəli, bu qapıda bu qədər asandır. Mən deyirdim, hələ dil tökməliyəm, bilmirəm də hürrün düşüncəsindən xəbərdar deyiləm. Bəlkə də fikirləşir ki, mən necə eləyim, necə olacaq, bu boyda zülmə mən baisəm. Bilirsiniz, böyük bir günah idi hürrün günahı.
Amma gördü ki, nə tez, nə rahat. Rahat bağışlandı və deyirlər, şad getdi. Sevincli getdi. Bəli, burada çox rahat bağışlayırlar. İmam Hüseyn çək-çevirə salmır. Çək-çevirə salmır. Və mən elə bir adamın adını bugün çəkmək istəyirəm ki, kimdən də keçsələr ondan yəqin ki, keçməzlər. Rəhməllah ammunəl Abbas. İmam Sadiq əleyhissalam buyurur. Allah əmim Abbasa Əbəlfəzə rəhmət eləsin. Kənə nafizəl bəsirə. İti bəsirət sahibi idi mənim əmim. Allah ona rəhmət eləsin. Onun həyatını toplasan 2 səhifə kitab yazanməzsən. O qədər biz az tanıyırıq, məlumat yoxdur tarixdə onun barəsində. Amma nə qədər əzəmətli şəxsiyyətdir. Məsumlarla bitişib, tamlaşıb, bütövləşib. Onun adı dərmandır. Onun adını çəkəndə adamın ürəyinə şəfa gəlir. Şəhidləri İmam Səccad dəfn elədi. Hamısını hikmətlə dəfn elədi. Həbibi gətirdi İmam Hüseynin yanına qoydu. Elə belə deyil onlar. Yanında deyildi ki o. Gətirdi orada dəfn elədi. Əli Əkbəri gətirdi ayağının altında. Bir hamısını bu qiyamətəcən nicat verən bir yerdir bəşəriyyətdə. Burada təsadüf heç nə yoxdur. Hər şey hesab kitabınandır. Elə ki bütün şəhidləri dəfn elədi. Dedi ki, bir cənazə var ki, onu gətirin deməyəcəm, özüm gedəcəm ayağına. Məsum İmam Səccad durdu, getdi əmsinin cənazəsinin bədəninə tərəf. Gəldi, gördü ki, əlqəmin kənarında bir qolsuz bədən yatıb, bir başsız bədən yatıb. Gördü ki, əmsə Əbəlfəzin cənazəsidir. Bilməm, nə ürək vardı İmam Səccadda bu cənazələri bu vəziyyətdə görürdü. Dedi ki, xeyli məsafə vardı İmam Hüseynlə onun dayandığı yer arasında. Dedi, onu elə burada dəfn edəcəm, heç yer aparmayın. Əzəmətə bax, 2 hərəm yarandı Kərbəlada. 2 hərəm. Kərbəlaya gedən 2 yer ziyarət edir. Bir İmam Hüseynlə şəhidləri, bir də Həzrət Əbəlfəzi. Cəmaat bir-birindən soruşur ki, hansı hərəmə getmişdin, hardan gəlirsən? O günlərin xatirəsi belə xoşdur. Görürsən ki, bir dəstə gedir, bir dəstə gəlir, yolda qarşılaşırlar, deyir, hardan gəlirsiniz, deyir, biz Həzrət Əbəlfəzi ziyarət eləmişdik. O deyir, nə qədər şirin yerdir, nə qədər ləzzətli yerdir. Adam doymur, qapısının kəndarında dayanmaq belə xoşdur. Bunun mənası budur ki, yəni bütün şəhidlər bir tərəfə, Həzrət Əbəlfəz bir tərəfə. Allah əmm Əbəlfəzə elə bir məqam verəcək ki, qiyamətdə bütün şəhidlər qibdə eləyəcək. İmam Səccad əleyhissalam buyurur. Niyə bu məqamı verdi? Qolu kəsildi ona görə, başı kəsildi ona görə, vallah ona görə yox. Ona görə ki, bəsirət sahibi idi, əbd-i salih idi, başqa bir insan idi. Ona görə çox yandırdı İmam Hüseyni, çox yandırdı. İmam Hüseynin ürəyinə od saldı onun şəhadəti. Ona görə oldu Babul Həvaic, hacətlər qapısı. Deyirlər, Kərbəla vadisinə bu qapıdan daxil olun. Necə buyurur, Ənə Mədinətul ilm və aliyyum babuha, mən elmin şəhəri, Əli onun qapısıdır. Burada da Kərbəla məktəbi, Kərbəla vadisinə bu qapıdan daxil olun. Biz də bugün istəyək, axır günlərdir, axır fürsətlərdir. Biz də bugün istəyək ki, dəyişsin bizi, bir nəzəri ilə dəyişsin. Çox böyük adamlar bu qapıda dəyişiblər. Bir şair deyir ki, Əhəqqun nas ən yubki aleyh fətən əbkəl Hüseyn fi Kərbəla. Deyir, ağlamağa ən layiq adam o adamdır ki, Hüseyn onun üçün ağladı Kərbəlada. Əzadarlığa layiq adam odur. Çox uca məqamda idi, bilməm necə ifadə edeyim. İmam Hüseyn qalmışdı sevgisini necə ifadə eləsin ona. Elə hey deyirdi, bi nəfsi əntə, ya əxi, qardaşım, canım sənə qurban olsun. Canım sənə qurban su gətir, canım sənə qurban bunu elə, canım sənə qurban onu elə.
Məsum hər adama canım sənə qurban deməz. Qəmər-i Bəni Haşimdir. Bəni Haşimin ayı, parlaq ayıdır. Hamı onu çox istəyirdi ailədə. Xüsusən xırda qızlar, balaca qızlar. Xüsusən körpə qızlar. Və şəhadəti çox təsir elədi. O gec şəhid oldu, bilirsiniz niyə? Çünki tutumu çox idi, axıra qaldı. O müsibətləri görməli idi. Əvvəl qardaşların göndərdi ki, gedin, sizin dağınız istəyirəm sinəmə çəkilsin. Hüseynin yolunda bu dağları sinəmə çəkilsin, istəyirəm bunları hiss eləyim. Nə hala düşdü Qasim şəhid olanda, nə hala düşdü Əli Əkbər şəhid olanda. Əli Əkbər şəhid olanda İmam Hüseynin əlindən o tutdu apardı. İmam Hüseyni yerdən o qaldırdı. Ona görə gəldi, belə dedi, mənim yadınızdadır bu söz. Dedi, ləqəd zaqə sədri, ağa icazə ver, ürəyim partlayır, da dözmür. Bu qədər müsibətlərə, haçan dedi, bunu axıra yaxın, dözmür ürəyim. Cavab nədir? Bax, burada adam ürəyi İmam Hüseynin qəribliyinə yanır. Bilmədi nə desin, nə dedi, get, nə dedi, getmə. Baxdı, dedi, əntə sahibu livai, sən mənim ələmdarımsan axı. Sən getsən, çətin olacaq. Utlub lihazihil ətfal əlma. Gedirsənsə, sən su gətirməyə get. Elə bil ki, İmam Hüseyin də özünü inandırmaq istəmir ki, o döyüşə gedir. Get, su gətir. Heç olmasa ümid olsun ki, o su gətirməyə gedib. Allah da qəribə ölüm qismət elədi. O qədər təvazökar idi ki, dedi, mən kiməm Hüseyin yolunda ölüm. Ona qismət oldu Səkinənin, Rüqəyyənin yolunda. Yəni, balalarının yolunda ölməyə layiq olum. Gəldi, deyir, daxil oldu qablar olan xeymiyə, su məşqləri olan xeymiyə. Qızlar orada toplaşırdılar, bilirsiniz nə üçün? Ona görə ki, su dağılmışdı, yerdə nəm var idi, üzlərini torpağa yapışdırırdılar ki, susduqlarını elə yatırsınlar. Nəm yer idi deyə. Gəldi, daxil oldu, bir yerdə oxumusuz Əbəlfəz vidası, yoxdur belə bir vida. Çünki sağollaşmadı. Bilirdi ki, uşaqların ürəyi partlaya bilər ondan ayrılanda. Bilirdi. Ona görə o məqamdan qaçmaq üçün tezlik daxil oldu uşaqlara, dedi ki, su gətirim, gəlirəm. Su qablarını yığdı ki, gedim su gətirim, gəlirəm. Belə çıxdı xeymədən. Ona görə də uşaqların gözü onun yolundaydı. Hamısı gələcəyini gözləyirdilər, gəlməyini gözləyirdilər. Çünki o döyüşə getməmişdi ki, bu öləcək. Dedilər, su gətirməyə gedib, indi qaydar. Deyir, İmam Hüseyin yenə də o gedəndə baxdı dalıca, dedi, əntə sahibu livai, ləqəd məzəytə təfərrəqə əskəri. Dedi, sən mənim ələmdarımsan, sən də ölsən, mənim ordum dağılacaq. Hamı bilir ki, Əbəlfəz meydana gəlir. Odur ki, bütün namərdlər toplaşdılar, 100 nəfər deyir, mühasirəyə aldılar. O mühasirəni yardı, gəldi, suyun sərinliyi, demir, yoxdur tarixdə ovucuna su götürdü içməyə, tarixdə yazılmayıb bu. Deyir, suyun sərinliyi ona dəyəndə, dedi, ya nəfs min bə'dil Hüseyin huni və bə'dəhu lə kuntə ən təkuni. Ey nəfs, Hüseynindən sonra yaşamaq istəyirsən, heç Allah sənə Hüseynindən sonra ömür verməsin. Ömür haram olsun sənə, nəfəs almaq haram olsun sənə Hüseynindən sonra. Deyir, su qabını tez doldurdu. Onun qollarının kəsilməsini şeirlərindən bilinir. Vallah in qəta'tum yemini inni uhami əbədən an dini. And olsun Allaha sağ qolumu kəsəcəz, mən yenə də dinimi himayə eləyəcəm. Deyir, qolu düşür, qoluna tərəf baxmır. Əsas istəyi qızlar gözləyir, suyu onlara çatdıra biləydim.